Dostlar, herkese salamlayıram. Demiştim bu konuda danışmayacağım ama dayanabilmədim. Həm də bir xeyli insan aradı. Nigar, sən niyə səsin çıxmır, niyə bu konuda danışmaq istəmirsən dedilər. Fərqindəsinizsə, son 3-4 ildir İsrail və özellikle bu konuda, yəni sosial medyada troll konusunda İsrailin üzərinə ikinci bir dövlət tanımıram. Var gücü ilə Türkiyə və Azərbaycan ilişkilərini korlamaq üçün hər türlü taklanı atır. Ve tabii ki burada hem İran, hem Rusya, hem Çin, hem Ermənistan, hem Fransa, hem ümumiyyətlə Avropa, bütün ölkələrin sosyal medyadakı troll şəbəkələri aktivdirlər. Və bunlar Azərbaycan türkcəsini və Türkiyə türkcəsini hamımızdan çox yaxşı bilirlər və özəlliklə də bu konuda üzərlərinə yoxdur. Türkiyədən olanlar dindar görünür. Əslində dinlə yaxından uzaqdan əlaqələri yoxdur. Səhifələrinə Osmanlı rəsmi qoyarlar, Erdoğanla bağlı bir şeylər paylaşarlar, hakimiyyətə göyə yaxındılar. Azərbaycandan olanlar da milliyyətçi görünür. Bunlar da genellikle İlham Əliyevin, Mehriban Əliyevanın doğum günlərini paylaşarlar, rəsimlərini paylaşarlar, özlərini əskər rəsimləri qoyarlar, Qarabağ Azərbaycandır deyərlər. Bunlar da özəlliklə özlərini milliyyətçi kimi göstərər və din düşməni göstərər. Əslində ikisi də eyni yerdən maaş alır. Və bunlar nə edirlər? Və bunlar kanallarda varlar, bunlar gazetlerde varlar ve bunlar ne edirlər? Mesela Türkiye Azerbaycan ne zaman bir yakınlaşsa ki zaten Türkiye Azerbaycan həmişə birbirine yakındır. Bu trolların hiçbir şey yapabilmeyeceğini hamımız bilirik ve bunların amacı xalqları birbirine düşürdük. Belki bir şey ola mümkün değil arkadaşlar. O yüzden de ben artık bunu çok da ciddiye almıram. Mesela Türk Devletler Təşkilatının sonuncu toplantısından sonra yine bir səlib yürüyüşü başlattılar. Ve bu səlib yürüyüşü ben hemen dedim, çevremdekilere dedim ki arkadaşlar sabah bir gün yeni başlayacaklar. Türkiye'den Azerbaycan'a, Azerbaycan'dan Türkiye'ye. Ve bu trollar mesela önce niye inediler? Mesela Azerbaycan Büyükelçisinin müsahibesini götürüp onun altına bir sürü bir şeyler yazıplar. Hemen Azerbaycan tarafından da gazetler bir şeyler yazmaya başladı. Bakın bunu bir de femli anlayın. Azerbaycan'da hepsi İsrailli olan kimi, Türkiye'de de hepsi Ermeni olanlar var. Ve bunlar tabii ki siz bunlardan ne gözlürsünüz ki? Bu bölgede HDP kimi bir şey var, parti var ki içinde Kürt görünümlü Ermeniler var. Ve bu ülkəni təkləyib, bölüb, parçalayıb burada Kürdistan qurmaq istəyən bir kesim var. Onların Azərbaycanı sevəcəyini mi düşünürsünüz? Azərbaycan Türkiye'nin yanında olduğu sürece Azərbaycanı sevməyəcəklər. Eyni şeydə Azərbaycanda Azərbaycanı təkləyib, İrəldə ya Rusiyanın 20-ci ildəki kimi ya da başka bir ölkənin vassal